Təmir olunan yolda hərəkət zamanı toz torpaq az qala yolu görünməz edir. Kadrlar Ağdam rayonundandır. Ağdam-Hindarx yolu işğaldan azad edilən ərazilərimizdə aparılan bərpa işləri çərçivəsində təmirə dayanıb. Sakinlər deyir ki, Ağdam şəhərinə aparan bu yolun təmir olunması işlərinə başlananda çox seviniblər. Amma 3 ildir ki, yolun ilkin yatağı işlənsə də asfalt döşəməsi çəkilmədiyi üçün hər gün təmiz hava əvəzinə toz udmaq məcburiyyətində qalıblar. İnsanlara dəyər verilmir, uşaqlar, körpələr evi var burada, məktəblər var. Burada yaşayış mümkün deyil. Sizdən xahiş edirik ki, bizə köməklik göstərəsiniz. Cəmaatımız tozdan xəstəlik tapıb, xəstəlik dünyanı götürüb gedir bu toz dumana görə. Maşınlarımız pis gündədir. Aidiyyəti qurumlardan xahiş edirik. Bizim bu müraciətimizə diqqət yetsinlər. Sakinlər onu da iddia edirlər ki, avtomobillərin ən aşağı sürətlə hərəkəti belə yolda qatı toz dumanı yaradır. Onlar da istəmədikləri halda 24 saat ərzində toz dumanı içərisində nəfəs almalı olurlar. İndi bərbad günlərdən, bunu heç olmasa gəlsinlər, sulasınlar, ya bu qreyder salsınlar. Asfalta gücləri çatmır da yəqin ki. Və belə olmaz, axı, millət pis gündə yaşayır. Üzr istəyirəm, qadınlar evdə həftədə bir dəfə silirlər ev eşiyi. Burada gündə 4 dəfə silirlər. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən Xəzər xəbərə bildirildi ki, Ağdam-Hindarx Ağcabədə avtomobil yolunun yenidən qurulması işləri hələ yekunlaşmayıb. Bu səbəbdən qeyd olunan ərazidə müəyyən çətinliklər müşahidə olunur. Yağmursuz havalarda bu vəziyyət daha da qabarıq şəkildə özünü göstərir. Mövcud vəziyyətin aradan qaldırılması məqsədi ilə tikinti işlərini həyata keçirən Podratçı təşkilata ərazidə nəzarətin gücləndirilməsi və sulama işlərinin intensivləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daşqın Abdullayev, Yusif Kərimli, Xəzər xəbər.